Aramıza adamlamadılar. Yine bu murdalların toruna düştük. Yahudiyə sərhəd qoşunlarının əmri ilə arabanı dayandırın. Oo, dayan eyvan, dayan. Dodağımın altında nə don kullanırdın Zibil? Mən heç nə cənab. Öz-özümə deyirdim ki, siz necə də mənim rəhmətli atama oxşayırsınız. Hamını axtarın. Onlar aşağı indir. Oldu. Ey sen, aşağı düş. Bizim heç nəyimiz yoxdur. Tərtəmizik. Sen sus, danışma. Yaxşı. Hardan gəlirsən? Suriye limanından. Görünüşündən və ləhcəndən Suriyə əhlinə oxşamırsan. Fərz elə ki, İskəndəriyyədən gəmiyə minib Suriye limanına gəlmişəm. Misir İskəndəriyyəsindən. Özündən nə getirmisən? Fəlsəfə əsərlər. Qəribə adamsan. Bəs Yerusəlimə nə üçün gedirsən? Hə, ticarət üçün. Ticarət? Yerusəlimdə? Amma yaxşı olar biləsən ki, orada baş ağrısından və xurafat algı-satqısından başqa bir şey əldə eləyə bilməyəcəksən. Naşı tacir. Yaxşı, gedə bilərsən. Ged, min ged. Əskər. Növbəti adam. Sənin növbəndi. Aşağı düş. Hardan gəlirsən? Tarsus'tan. Dindarsan? Ha, yoxsa kahinsən? Sir sifətindən daha çox quldurlara bənzəyirsən. Özü elə aparırsan ki, kimsə sənin işindən baş açmasın, hə? Yoxsa Süleyman məbədinin kahinlərindənsən? Düzünü de. De görüm, ağlında nələr keçir? Neler? Neler keçecek? Siz Süleyman məbədinin kahinləri hamınız sirlisiz. Geyiminizə inanmaq olmaz. Üz gözünüzdən quldurluq yağır. Dedin haralısan? Tarsus. Tarsus? Əgər bir sərhəd keşikçisi sənin kimi kərtənkələni üz gözündən tanımasa, onda gərək ölsün. Keç otur. De növbəti adam gəlsin. Ey sən, aşağı düş. Tez ol görüm. Qoy görüm bu nədir? Özündən nə getirmisən, hə? Bir şey değil. Ver mənə, ver mənə. Cənab, bu yaramaz özü ilə xəncər gətirib. Görürsüz, cənab? Deməli, xəncərin var? Nə işlə məşğulsan? Ovçuyam. Bu ki məlumdur. Yaxşı, nə ovlayırsan? Kaftar? Bəlkə Roma əskəri, hə? Məncə hər ikisi eynidir. Murdar! Yaxşı olar ki, bu işi bir də təkrar etməyəsən. Bura gəl görüm. Bırak onu. Nə dedin? Eşitmedin ne dedim? Bırak onu. Belə görünür ki, bir məcnun kahini də həbs eləməli olacam, hə? O baxır kahinin kim olduğuna. Bir sahipsiz bayquş yaxud bir imperatorluğun şərəfli vətəndaşı. Oşboğazlıq eləyirsən. Sən bir bitli fəriseydən başqa bir şey deyilsən. Sana bütün Antakya'nın provokatorunun qarşısında nəfəs çəkmək belə yaraşmır. Yaxşı olar ki, bu mərəkəni elə buradaca bitirəsən. Bura Antakya deyil. Bura Yəhudiyədir. Amma sənin böyük ərbabın General Pilatus
qanunla Dəməşqdəki bütün imperatorluğa tabedir. Bunu ki, yaxşı bilməlisən, əskər. Mən dərdi sər açmaq istəmirəm. Onu özündən apara bilərsən. Get. Bundan sonra ofçu dostlarına da deyərsən ki, Yəhudiyənin öz qanunları var. Başa düşdün oğlan? Hər halda Yəhudiyyədə qılınc gəzdirmək qadağandır. Bu qanunla silahlanmış İbrani, yəni bir Zeylud deməkdir. Düzdür, üst başından Zeyludun qılınc vuranlarına oxşamasan da, dilindən oxşuyursan. Bəxtin gətirdi ki, bu ağa səni zəmanətə götürdü. Yoxsa Qaraçaladakı Antoniya qalasına gedəcəkdin. Ey qadın, səninliyəm. Üzünü aç görüm. Aç. Hara gedirsən? Məcdələ, Məcdələ? bəli. Amma bu yol Yerusəlimə gedir axı. Düzünü de görüm, hara gedirsən? Belə görürəm ki, bunlardan heç qorxun da yoxdur. Ərin hardadır? Eşitmirsən? Soruşuram, ərin hanı? Yoxdur. Necə olub ki, sənin kimi gözəl qadının əri yoxdur, hə? Yaxşısı budur, səfər yoldaşlarından müğayət olasan. Yaxşı olar, sən də özündən müğayət olasan ki, vəziyyətin bundan da pis olmasın. Sən də mənim üçün nə dil ötürsən? Bura bax, qvardiya rəisi Karhelusun adını eşitmisən? Cəlil Sərhəd Qvardiyasının rəisidir, necə bəyəm? Neçə müddətdir ki, bu qadına aşiq olub. Əgər bilsə ki, kimsə bu qadına pis gözlə baxıb, gününü göyəskiyə bürüyər. Deyəsən, bu gün adamları tanıya bilmirsən. Qoyun getsinlər. Bəlkə də düz deyir. Ona bax. Bu qadının gözlərinə bax. Üzündən təkəbbür yaxır. Adi qadınlara bənzəmir. Yəqin ki, əsl nəcabətli ailədəndir. Bir də bəlkə doğrudan da qvardiya rəisi Kornelius bu qadına aşiqdir. Əgər onun sözləri doğru olsa, Kornelius bizi məhv eləyər. Dedin Kornelius? Məncə haqlısan. Eybi yox. Qoyun getsinlər. Əgər burada qvardiyanın rəisinə görə olmasaydı, tanrılara and olsun ki, onun bu asanlıqla əlimdən çıxmasına icazə verməzdim. Bilirəm, cənab. Gedə bilərsiz. Yola düşün. Hey heyvan, tərpən! Nə olur, təzə üsyançı? Niyə elə baxırsan? Bilmirəm, Romalı legioner əskərə nifrət etməliyəm, ya özünü Romanın iftixarlı vətəndaşı kimi göstərən İbraniyə. Mənim üçün bunun heç bir fərqi yoxdur. Səni General Pilatusun qalasındakı qaranlıq quyuya atsaydılar yaxşı olardı. Siz ki, həqiqətən də Zeylotun üsyançılarından deyilsiniz. Onlardansınız. Onlardanam. Baş aça bilmirəm. Niyə Romalıları öldürmək istəyirsən? Niyə də öldürməyək? Bizim ölkəmizi işğal ediblər. Davud və Süleymanın müqəddəs torpağını. Bu adlar sənin kimi bir tacir oğlu üçün mənasızdır, belə deyil? Onlarla bacara bilməzsən. Onlar dünyanın ən nizamlı ordusuna malikdirlər ki. Cəhənnəmə getsinlər. Bacaraq ya bacarmaya fərqi yoxdur. Ölümümüzlə onların həyatını cəhənnəmə döndərməyə üstünlük verirəm. İntihardan danışmaq çox asandır. Amma bunun xeyri var. Bununla Bəni İsrailin axırıncı xilaskarının gəlişi üçün yol açmış olacaq. Bəni İsrailin xilaskarı?
Sən ki bir fərisisən. Məyər bir möcüzənin baş verəcəyini gözləmirsən? O baxır möcüzəni kimin elədiyinə. Bir peyğəmbərin, Bəni İsrail peyğəmbərinin. Elə bir şəxsin ki, Rumluları buradan çıxarıb qopsun. Yuli Sezarın bu torpaqları Romalıların əsarətinə salmasından bu tərəfə 60-70 il keçir. O zamandan bu günə qədər Fələstində bir fırıldaqçı, şarlatan, vəzifəpərəst, yaxud da qondarma müqəddəs bir cəmiyyət cəmaatı öz arxasıca aparıb Qeysər ordusuyla üzləşdirib qırdırmasında bir iddiası olub, bir. O da odur ki, biz Allahın vəd olunmuş xilaskarıyıq. Vəd olunmuş xilaskar. Onu görəndə halım qarışır. Sən bir kafirsən. Kafir? Hə, o baxır kimə qarşı kafirəm. Arzularının son həddi Yerusəlimi fəth eləyib, heç bir qanuna riayət eləməyən, sultanlıq yaratmaq fikrində olan qondarma xilaskara, bəli, mən bu cür xilaskara qarşı kafirəm. Bəs sizcə bir həqiqi xilaskarın hədəfi nə O olmalı? Romalıları buradan uzaqlaşdırmalıdır. Romanın fəthi və onun vasitəsilə bütün aləmin fəthi. Dəniz bizi qəbul eləmir. Bunu 100 dəfə demisən. Yenə də deyəcəm, boş yerə özümüzü yoruruq qardaş. Hələlik elə bu gördüyündür. Yenə deyirəm, Torat, faydası yoxdur qardaş. onu get zəbədiyədir. Niyə donub qalmısan? Nəyə görə durmusan? Bunları götür apar görüm. Yenə də dənizə girməliyik. Tələs cavan. Ata bugün hamı ilə dalaşır. Bilmirsən, neyniyək? Bunu o tərs atandan soruş. Söz başa düşmür. O tərs, inatkar qocadır. Bu ayın ovunun pulu ilə işçilərin muzlunu da vermək olmaz. O ki qaldı müftəxor Romalıların vergisinə. Baba, balıqlar niyə azdı? Çünki dəniz Helanın babasından küsüb. Başa düşdün əzizim? İcazə verirsən gedim sizi dənizlə barışdırım. Nağıllardakı mələk səni dənizlə barışdırmaq üçün gəlir baba. Sənə 100 dəfə demişəm ki, balıqçıların nağıllarına qulaq asma. Mələk, su pərisi, cəmaat peyğəmbərləri qəbul eləmir. O ki qaldı mələyi. Mələk.
Səhərdən bu vaxta qədər elə bu bir neçə balığı tutmuşuq. Elə bil bu dəniz lənətlənib. Dua elə. Dua? Nə duası? Hər halda ovumuz bundan artıq ola bilməz. Dedim ki, dua elə. Şamun, Zəbədi bizdən balıq istəyib. Əgər balıq olmasa, muzlumuz da yoxdur. Əgər balıq olmasa, Romalılar bu torpaqdan tutmuş qocanın qayığına kimi hamısını verginin yerinə müsadirə eləyəcəklər. Başa düşürsən? Gör toru necə atdı. Elə bu cür istəyirdim. Onu tanıyırsan? O, Məryəmin oğludur. Onu məbəddə görmüşəm. Özüdür. Nura bənzəyir. Sabiq ustadın, Yəhyanın xalası oğludur. Salam olsun Cəlilin Peyğəmbərinə. Qayıdın işinizin üstünə. Neçənci dəfədir ki, gedib əli boş qayıdıb gəlirsiniz. Siz də balıq istəyirsinizsə, olanımız elə budur. Yoxsa balıqçıların bədbəxtliyinə tamaşa eləməyə gəlmisiniz. Vəziyyətimizi görürsünüz də. Zəbədi, o İsa'dır. Məryəmin oğlu. Bizim şəfaya ehtiyacı olan bir kəsimiz yoxdur. Buradan bir şey çıxmaz. Ustad, əgər balıq istəyirsənsə, tor at. Buyur. Mən balıq tutmaq üçün gəlməmişəm. Ey Ali cənab, Allah dərgahına bir dua eləyin. Bəlkə biz bədbəxtlərin ovuna bərəkət bəxş eləsin. Zəbədinin sözlərinə də fikir verməyin. O çox əsəbidir. Niyə də olmayım? Keçək Ali cənab. Sizin kəlamlarınızın zikrini çox eşitmişik. Bizim üçün dua eləyin. Mən əməl əhliyəm. Boş və əsassız bir duaya inanmıram. Bu vilayətdə isə bədbəxtlikdən başqa bir şey görmürəm. Ustad, bir iş görün balıq tutmağa gedək. Dəniz bizlərdən üz döndərib. Rədd cavabı verib. Sizə də deyirəm, getməyinizin heç bir faydası yoxdur. Get. Dənizə gedirik. İlahi, bu aciz bəndənin duasını eşit, bizə öz kərəminə layiq bir ov nəsib elə.
Amin. İlahi şükür. İsa həm övladlarımı ovladı, həm də işçilərimi. Nə olub Zəbədi? Məncə sabahdan tək qalacam. Onlar öz yollarını tapdılar. Ata, bizə dua elə. Qoca Zəbədini unutmayın. Beləliklə, Petrus ləqəbi ilə adlandırılmış Şəmun Səfa və qardaşı Andraus, eləcə də Zəbədinin iki oğlu Yuhanna və Yaqub, Pak Məryəmin müqəddəs oğlunun həvarilərinə qoşuldular. Bu qaymə vərəqəsinə bir bax görün. Baxıb araşdırmışam Yahuda. Nə axtardığınız bəllidir. O kimdir? Mənim sözə qulaq asan, üzü yola əmoğlumun zövqü pis deyil ha. Bu həmin gördüyün qadındır. Boş-boş danışma. Soruşuram kimdir o? Tanıyırsan yoxsa yox? Onu tanımayan var ki, adı Məryəmdir. Bu tərəfin adamlarından deyil, şimal əhalisindəndir. Cəlil tərəfdən, Həradisin hakimiyyəti altında olan məntəqədən. Əsil nəsəbli və varlı qadındır. Hə, onu görmüşəm. Yolda birlikdə idik. O Rumlu kişi kimdir? Aydındır. Qvardiyanın zabitlərindəndir. Məmuriyyəti təzə bitirib. Antakiyaya qayıtmalıdır. Amma bu qadının eşqi onu yaman dərdə salıb. Əlbəttə, bu uduzmuşların sayı az deyil. Məlum deyil ona nə olub. Deyirlər onu cin vurub. Cin vurub? Ha, cin vurub. İndi mən bu ləqəbə bir söz də artıracam. Cin vurmuş gözəl. Gedib öz şansını imtahan eləyə bilərsən. Bəlkə onun bəxtsiz aşiqlərinin sırasına başına hava gəlmiş bir filosof da əlavə olundu. Olar ki, sənənləməyəsən. Yahuda, burada nə vaxtacan qalacaqsan? Hesab kitabımı bitirənə qədər. Yerüsəlim mənim üçün elə də cazibəli yer deyil. Bir ay qaydacam İskəndəriyyəyə. Onda mütləq bu bir ayda onu görəcəksən. O qadını? Yox, başqasını deyirəm. Bir uzaq görən moizə eləyəni ona İsa Nasiri deyirlər. Əgər onu görsən bu varlığa daha çox heyrətlənərsən. Necə adamdır ki? Vəftiz eləyən,
Yəhya peyğəmbər kimi birisi. Keçən il Herodisə qarşı çıxdığı üçün Dəməşqə aparıb başını bədənindən ayırdıqları Yəhya. Elədir. Onda bu peyğəmbərdir, hə? Deyəsən elədir. Bilmək istəyirəm peyğəmbərdir ya yox. Onun haqqında söz-söhbət çoxdur. Bir dəstə deyir ki, peyğəmbərdir. Bəziləri isə cadügər olduğunu deyirlər. Məbədin yekəbaşları da deyir ki, Məcnundur. Avamları aldadan Məcnun. O kimdir? Özüdür. Həmin dedikləri Məcnun. Deyəsən hardansa səfərdən cəllə qayıdır. Nə vaxt Yerusəlimə gəlsə bir çaxnaşma yaranır. Nə işin sahibi olduğu məlum deyil. Bir moizəçi yaxud üsyançı. Deyirəm biləsən. Əgər onu görmək üçün gəlmisənsə, inan ki, ciddi təhlükədəsən. Bu İsa Nasiri Yəhyanın ardıcıllarındandır. Yox. Yəhya onun müjdəsini vermişdi. Demişdi məndən sonra daha yaxşısı gələcək. O indi sizin aranızdadır. Bəs nə üçün zahiri görünüşü belədir? Karbəlal dey ustad. Bacımın dərdinə əlac yoxdur. Dünyaya gələn gündən bir kəlmə belə danışmayıb. Sənin payk ananın haqqına ant verirəm. Onu başa düş. Dadımıza yetir. Ey mehriban Allah, mənim təmənnamı eşit və bu qıza şəfa inayət elə. Amin. O eşidir. Rəfəqə eşidir. İlahi. Şükür olsun sənə. Rəfəqə, əzizim bir söz de. Bir söz de. Şəfa tapdı. Şəfa tapdı. Şəfa tapdı. Bəli. İsa. İsa. Məryəmin oğlu sənə şəfa verdi. Görürsüz? Camaat bacım danışır. Danış bacı, danış. İsa. Bəli əzizim İsa. İsa sənə şəfa verdi. Bacım danışa bilir. Bacım danışa bilir. İsa. 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 Məcdəli. Ey Ali cənab, mənə deyin görüm kör ya da cüzamlı olmalıyam ki, sizin tərəfinizdən bir bəxşiş ala bilim. Belə deyil. İstəyini söylə. Camaat deyir ki, məni cin vurub. Çünki özümü tanıyandan səbri qərarım, rahatlığım yoxdur. Şeytan mənim ruhumda yuva qurub. Çünki mənim sərgərdan ruhumu heç bir şey sakit edə bilmir. Deyirlər avarayam. Çünki özümü tanıyandan diyar-diyar düşüb çölləri gəzirəm. Nə üçün belə olmuşam? Niyə? Məni cin vurub? Mən dəliyəm. Neçə ildir ev eşiyimdən ayrı düşmüşəm.
Uzun geceləri çöllərdə keçirirəm. Məni incidirlər, rahat buraxmırlar. Rahat buraxmırlar. Rahat buraxmırlar. Əzab verirlər. Cin vurmuş dəli Məryəm. Əgər cini çıxarıb Məryəmə şəfa verə bilsə, bu şəhərdə ən böyük möcüzə baş vermiş olar. Bu həkimin bədəni qəbirdə rahatlıq tapmır. Allah rəhmət eləsin. Allahdan qorxan vaiz idi. Allah səni cinlərin şərindən xilas elədi. Get və rahat ol. Mənə pənah verin, ey Ali canım. Göz yaşların sözlərindən daha tez danışdı. Bundan sonra bizlə yoldaş ola bilərsən. Ey İsa! Bizə minnət qoy və kim olduğunu söylə ki, bu xəbəri böyüklərə və böyüklərimizə çatdıraq. Sən İlyasan, yoxsa Ərmiya? Yoxsa keçmiş peyğəmbərlərdən birisən? Söylə! Söylə, bunu gözləyənlərə deyək. Şəhadət verək. Mən bütün yəhudilərə fəryad edərək, Pərverdigarın elçisi üçün yolu hazırlayın deyən carçıyam. Bu haqda peyğəmbərlər də xəbər veriblər. Əgər İlya və ya Ərmiya deyilsənsə, bəs özünü digər məsihlərdən necə üstün bilirsən? Açıq söylə, sən kimsən? Bu möcüzələri necə eləyirsən? Allahın mənim əlimlə etdiyi möcüzələr o deməkdir ki, mən Allahın istəyi ilə danışıram. Mən özümü onun ayağının tozu belə hesab eləmirəm. O məndən əvvəl yaradılmış və məndən sonra gələcək. O haqqın kəlamını gətirəcək və onun dininin sonu olmayacaq. Kahinlər və fərisilər məni məhv eləməyi düşünürlər. Ustad, bundan sonra Süleymanın məbədinə getməyin. Mən çox çətinliklərə səbr eləyəcəm. Böyük Allahın bütün pak peyğəmbərlərinin hədsiz əzablara dözdükləri kimi. Bəziləri bizləndir. Bəziləri isə bizə qarşı. Ssenari müəllifləri Hüseyn Behzad, Nadir Talibzadə.
dini ekspert Seyyid Məhəmməd Qayim Məqami, quruluşçu operator Sadiq Miyanəci, musiqi Arman Musapur, İbrahim İsbati. Tərcümə edənlər Süleyman Fərzəliyev, Könül Cavadova. Səs rejissoru Tural Əliyev, İnzibatçı Xeyrullah Zeynalov. Dubləjin rejissoru və direktoru Süleyman Fərzəliyev. Filmi səsləndirdilər Elşən Rüstəmov, Nizami Mirsalayev, Mahir Mirişov, Sərdar Rüstəmov, Təranə Ocaqverdiyeva, Rövşən Məmmədov, Vüsal Murtuzəliyev, Bayram Məmmədov, Vüsal Mehrəliyev, Gülnarə Əliyeva, Natiq Axund, Rəşad Bəxtiyarov, Hikmət Rəhimov, Gülçəmən Məmmədova, Vahid Orucoğlu, Xeyrullah Zeynallı, Könül Zeynalova, Süleyman Hüseyin, Tural Nadiroğlu, Vüsalə Cəfərova. Film 2011-ci ildə Kainat filmin dublaj redaksiyasında səsləndirilmişdir.